Salam, hər birinizi xoş gördük. Yenə də mən coğrafiya müəllimi Elnur müəllim. Bugün Dövlət İmtahan Mərkəzinin sınaq toplusundan sınaq nömrə 3-ün izahı ilə davam edirik. Vaxt itirmədən keçək suallara nəzər yetirək. Sual nömrə 1. Suxurların mütləq yaşı. Yəni, suxurların mütləq yaşı anlayışı nə deməkdir? Bildiyiniz kimi suxurlarda yaşı müəyyən etmək üçün iki metoddan istifadə olunur. Mütləq yaş və nisbi yaş anlayışı olan bu metodlardan istifadə edilərkən, nisbi yaş müəyyən olunan zaman süxurların yatım ardıcıllığına diqqət yetirmək lazımdır. Yəni, ən üstdə yerləşən süxur, ən cavan süxur, ən altda yerləşən süxur isə ən yaşlı süxurdur. Başqa bir formada ifadə etməli olsaq, yəni bir üstdəki süxur, bir altdakı süxurdan cavan yaşlı süxur hesab edilir. Bəs mütləq yaş anlayışında necə olur? Burada birbaşa, yəni keçək tərifə, onun üzərindən sizə izah edim. Yəni süxurlarda daşlar, üzr istəyirəm. Süxurlardakı radioaktiv elementlərin parçalanma müddətinə əsasən müəyyən edilir. Sualımızın doğru cavabı məhz bu cavabdır ki, C variantıdır ki, sualımızın doğru cavabı bu cavabda yer alıb. Yəni radioaktiv maddələrin parçalanması deyəndə nəyi nəzərdə tutur? Radioaktiv maddələrin parçalanması dedikdə, yəni bu zaman qurğuşun, süxurun tərkibində qurğuşun və helium qazı yaranır. Bildiyiniz kimi helium qazı qaz şəklində olduğu üçün havaya qarışaraq onun müəyyən edilməsi olduqca çətin və mümkünsüzdür. Bu səbəbdən də qurğuşundan süxurların mütləq yaşının müəyyən edilməsi zamanı geniş şəkildə istifadə olunur. Sualımızın doğru cavabı C variantı. Keçirik ikinci suala. Sxemi tamamlayın. Burada gördüyünüz kimi deməli bizim geoxronoloji cədvələ uyğun olaraq Paleozoy dövrünün deməli Paleozoy dövrünün süxurları verilmişdir ki, burada deməli bu dövrün süxurları üzr istəyirəm. Bu dövrün eralarının ardıcıllığı bizdən soruşulur. Gördüyünüz kimi yazılıb Kembri, sonra 1, Silur, sonra 2, Daş kömür 3. Burada rəqəmlərin yerinə uyğun olanları tapmalıyıq. Rəqəmlərin yerinə bir rəqəmi ilə yazılan, yəni işarət edilmiş yerə biz sözsüz ki, bir rəqəmi ilə işarətlənən yerə yazmalıyıq. Kembri, Ordovik, yəni bura Ordovik yazılmalıdır. Bura Silur, Devon, ardınca Devon, Daşkömür, Daşkömürdən sonra nə gəlir? Perim. Bura isə Perim yazılmalıdır. Buna uyğun cavab variantımız hansı variantdır? Y variantı sualımızın doğru cavabıdır. Keçirik növbəti suala. Növbəti sualda bizdən nə soruşulur? Növbəti sualda uyğunluğu müəyyən etmək bizdən tələb olunur. Üçüncü sualda geosinkronun inkişafının birinci mərhələsi, geosinkronun inkişafının ikinci mərhələsi. Bildiyiniz kimi geosinkronun inkişafının 4 mərhələsi var. Birinci, ikinci, üçüncü və dördüncü mərhələlərdən ibarətdir. Birinci mərhələdə yer qabının böyük bir hissəsi enməyə məruz qalır. Daha sonra süxurlar qismən metamorfizləşir və eyni zamanda nə olur burada? Deməli, A və B variantlarını qeyd elədik. Daha sonra deməli, dəniz hövzələrinin dibində qalın çökmə süxur qatı toplanır deyə bilərik. Yəni ki, bu cavabımızı götürməliyik. Birinciyə uyğun olaraq. Birinciyə uyğun olaraq A, B və E-ni götürürük. Geoskranın ikinci mərhələsində nə olur onda? Yer qabığının ayrı-ayrı hissələrində qalxma baş verir. Qalxma baş verir. Çökmə süxur qatlarının parçalanması çoxlu sayda enmə və qalxmaların yaranmasına, yəni siqnal və antisiqnalların yaranmasına gətirib çıxarır. Üçüncü, çökmə süxur qatının toplanması ilə yanaşı vulkanizm fəaliyyəti artır. Yəni ki, bu da aid olacaq ikinci mərhələmizə. Digər mərhələlərdə bilirsiniz ki, üçüncü mərhələ adlanır dağa əmələ gəlmə mərhələsi, dördüncü mərhələ isə platforma mərhələsi adlanmaqdadır. Keçirik növbəti suala. Sualımızın doğru cavabı, üzr istəyirəm, burada qeyd etmədim. A, B və E variantlarının yer aldığı B variantı sualımızın doğru cavabıdır. Keçirik növbəti suala. Növbəti sual. Cədvəli tamamlayın. Platformalar, sipərlər və ya qalxanların yerləşdiyi ərazilər faydalı qazıntılar. Yadınızda saxlayın ki, bir qayda olaraq sipərlər və qalxanların yerləşdiyi ərazilərdə filiz faydalı qazıntılar çıxarılır. Yəni filiz. Buradan filiz, yəni neft və qaz deyil. Burada əsasən mis, sonra misdi, daha sonra boksitdi, digər bu kimi ehtiyatların çıxarıldığını, qızıldır, gümüşdür, bu ehtiyatların çıxarıldığını qeyd etməliyik.
İndi getirik bura platformalar. Şimali Amerika platforması dəmir filizi. Şimali Amerika platformasında dəmir filizi harda çıxarılar? Sözsüz ki, Labrador yarımadasında çıxarıldığını söyləyə bilərik. Labrador qalxanı da var hətta burada. Məsələn, burada Labrador yarımadası digər hansı variantımızda var? Bir də var E variantında Labrador yarımadası yer almışdır. Bəs Şimali Amerika, bəs Qviana yaylası harda yerləşir? Bilirik ki, Qviana yaylası da Cənubi Amerikada yerləşir və boksit ehtiyatları ilə zəngindir. Ona görə də sualımızın doğru cavabı A variantıdır. Keçək növbəti suala. 5-ci sual. Xəritə sxemi əsasən geosiklanın inkişafının 3-cü mərhələsində əmələ gəlmiş dağların yerləşdiyi əraziləri müəyyən edin. Geosiklanın inkişafının 3-cü mərhələsi, az öncə də sizə bildirdim ki, geosiklanın 3-cü inkişafının 3-cü mərhələsi dağ əmələ gəlmə dağ əmələ gəlmə mərhələsidir. Yəni bu mərhələyə uyğun olan dağlar daha çox aktiv dağlar, fəal dağlardır. Alp-Himalay qırışıqlığına aid olan dağları bu mərhələyə aid edə bilərik. Gəlin elə birinci xəritəyə baxanda məsələn gözümüz burada 3 Apalaca sataşır ki, bir də Apalaca dağlarıdır ki, bu yaşlı dağdır. Ona görə də burada 3 ilə olanları çıxırıq. 3 ilə gələn dağları çıxırıq. Daha sonra burada 4 rəqəmi ilə gördüyünüz kimi deməli burada Ant dağları göstərilib 4 rəqəmi ilə. Ant dağlarına uyğun olaraq burada deməli 4 rəqəmi ilə olanları isə doğru variant kimi hesab etməliyik. Daha sonra 4 rəqəmi burada var və digərlərinə də gəlin baxaq. Daha sonra burada gördüyünüz kimi deməli Alp-Himalay qırışıqlığının davamı olan təqribi burada xəritədə aydın düşmür. Alp dağlarını göstərməyə çalışıblar və bu da doğru cavabımız hesab olunur. Ona görə də bu sualımızda 4 və 6 rəqəmlərinin yer aldığı cavab variantını götürməyimiz daha uyğun olardı ki, bir də 1 rəqəmi gördüyünüz kimi bir rəqəmi ilə Himalay dağlarını, bu daha çox burada Tibet yaylası olan hissəni geniş şəkildə götürüldüyünü xəritəyə uyğun müəyyən edə bilərik. Ona görə 1, 4 və 6 sualımızın doğru cavabıdır. B variantı sualımızın doğru cavabı hesab edilir. Keçək 6-cı suala. Kimyəvi aşınmanın intensiv getdiyi əraziləri müəyyən edin. Kimyəvi aşınmanın intensiv getdiyi ərazi bildiyiniz kimi aşınma 3 cür olur. Fiziki, kimyəvi və deməli bioloji aşınma olmaqla üzvü aşınma və ya başqa adı ilə desək olmaqla 3 hissəyə bölünür. Bunlardan kimyəvi aşınma yağıntının suyun hesabına daha çox olur. Fiziki aşınma temperatur amplitudasının böyük olduğu ərazilər, səhra və yarım səhralar. Bir də ki, üzvü aşınma bitki örtüyünün zəngin olduğu ərazilər. Əsasən bura mülayim elliyin, elli yarpaqlı və iynə yarpaqlı meşələrini geniş misal göstərə bilərik. Bizdən sualda isə kimyəvi aşınmanın intensiv olduğu, yəni böyük getdiyi ərazini soruşurlar. Kimyəvi aşınmanın intensiv getdiyi ərazi sözsüz ki, mülayim dəniz iqliminə malik olan Böyük Britaniya adasını göstərə bilərik. Daha sonra ekvatorial iqlimin hakim olduğu Yava adasını göstərə bilərik və eyni zamanda Malakka yarımadasını da göstərməyimiz mümkündür. Ona görə də sualımızın doğru cavabı 1, 4 və 5 E variantı sualımızın doğru cavabıdır. Keçək növbəti sualımıza. Sual nömrə 7. Azərbaycan ərazisində 8-9 ballıq zəlzələ zonasına aid olan əraziləri müəyyən edin. Ümumiyyətlə bilirsiniz ki, Azərbaycan ərazisində ən seismik ərazi Şamaxı Qobustan ərazisi hesab olunur ki, yəni Şamaxı ərazisi, sırf Şamaxı şəhərinin yerləşdiyi ərazi 10-11 ballıq zəlzələ ərazisi hesab olunur. Digər geri qalan Gəncə ətrafı və Qapçıq zirvəsi isə 8-9 ballıq zəlzələ zonası hesab edilir. Ona görə də bu sualımızın doğru cavabı deməli Gəncə ətrafı ərazilər, yəni bilirsiniz də 1139-cu ildə deməli Kəpəz çayının uçub Ağsu çayının qarşısını kəsməsi nəticəsində orada Göygöl və digər məsələn 7 göl onunla birlikdə yarandığını söyləyə bilirik də. Bu səbəbdən də elə bu zonaları 8-9 ballıq zəlzələ zonası olduğu bununla da sübuta yetmiş olur. Bir də Qapçıq zirvəsi ətrafı, Naxçıvan ərazisi, Zəngəzurun ən yüksək zirvəsi 3904 metr, deməli 8-9 ballıq zəlzələ zonası hesab edilir. Keçirik 8-ci suala. Xəritə sxemi əsasən paleogen çöküntülərinin yayıldığı əraziləri müəyyən edin. İndi
Gördüyünüz kimi burada 8-ci sualda biz xəritəyə müraciət eləməliyik ki, görək bu 8-9 ballıq zəlzələnin zonasının yayıldığı ərazilər hansı ərazilərdir? Aha, gördüyünüz kimi burada indi diqqətlə şəkilə baxdıqda görürsünüz ki, Paleogen dövrünün çöküntüləri P hərfi ilə işarə olunub. P hərfi hansı ərazilərdədir? Gördüyünüz bu Böyük Qafqazın cənub-şərq hissələrində, Talış dağlarında, bir də Naxçıvanın gördüyünüz bu hissələrində. Yəni daha çox bu düşündən Zəngəzur dağlarına və Dərələyəzin bir hissəsinə, yəni Dərələyəz dağlıq hissəsinin bir hissəsini əhatə edir. Yəni gördüyümüz bu əraziləri indi biz bu testə uyğun şəkildə bunları uyğunlaşdırmalıyıq. Beləliklə onda bizə hansı ərazilər aid olur? Xəritədə baxdıqda biz üstlə işarələnmiş ərazini, yəni Naxçıvanın məhz bu Zəngəzur silsiləsi olan hissəsini, Talış dağlarını, bir də bu 6 ilə işarə olunan əraziləri görmüş olduq. Yəni Böyük Qafqazın cənub-şərq hissələrini görmüş olduq. Beləliklə sualımızın doğru cavabı 1, 3, 6 hesab olunur. 1, 3, 6 sualımızın doğru cavabı hesab olunur. Ona görə də sualımızın doğru cavabı Y variantıdır. Getirik 9-cu suala. 9-cu sualda deməli 9-cu suala keçid alırıq. Aha. 9-cu suala keçid alırıq. Deməli 9-cu sualda bizə bildirilir ki, burada 3 zirvəmizin adı verilmişdir və bu 3 zirvələrdən deyir ki, şəkil sxemə ilk öncə şərti oxuyaq. Şəkil sxemi əsasən dağ silsiləsini müəyyən edir. Şəkil sxemi əsasən dağ silsiləsini müəyyən edir. Deməli birinci dağımız, birinci dağ zirvəmizin adı deməli Kükü dağdır. Kükü dağ. Kükü dağdır ki, birinci dağ zirvəmiz Kükü dağ hesab olunur. Hündürlüyü nə qədərdir? 3120 metr. İkinci dağ zirvəmiz, ikinci dağ zirvəmiz Camışdağdır. Camışdağ. Camışdağdır ki, Camışdağın da hündürlüyü nə qədərdir? 3724 metr. Üçüncü dağ zirvəmiz isə Şaxdağ zirvəsidir. Şaxdağ zirvəsidir ki, onun da hündürlüyü 4243 metrdir. Şuşudağ Dərələyəzin ən hündür zirvəsidir. Camışdağ deməli öz növbəsində Murovdağın ən hündür zirvəsidir. Şaxdağ isə deməli yan silsilənin Böyük Qafqazda Bazar düzündən sonra ikinci ən yüksək zirvəmiz hesab edilir. Və elə sualın şərtində də bizə uyğun olaraq bunlar soruşur. Deməli, Şuşudağ oldu Dərələyəzin ən hündür zirvəsi. Dərələyəzin ən hündür zirvəsi. Şaxdağ oldu. Deməli, ikinci Camışdağ oldu. Murovdağın ən hündür zirvəsi. Üçüncü isə yan silsilənin ən hündür zirvəsidir. Yan silsilənin ən hündür zirvəsidir. Bu da belə. Keçək növbəti 10-cu sualımıza. Xəritə sxemi əsasən təknəvari dərələr və gətirmə konuslarının yayıldığı əraziləri müvafiq olaraq müəyyən edin. Deməli, təknəvari dərələrin və gətirmə konuslarının yayıldığı əraziləri müvafiq olaraq müəyyən edin. Deməli, bu ərazilərə baxanda biz hansı əraziləri görürük? Təknəvari dərələr və gətirmə konuslar Azərbaycan Respublikasının ərazisində, Böyük Qafqaz ərazisində geniş şəkildə yayılmışdır. Yəni, burada da gördüyümüz kimi 1 və 3 rəqəmi ilə işarə olunan ərazilərimizdə təknəvari dərələr və gətirmə konuslar geniş şəkildə yayılıb. Keçək 11-ci suala. 11-ci suala doğru sıraları müəyyən edin. Belə suallarda diqqətli olmaq lazımdır ki, verilmiş şərti işarə ilə qarşısında yazılan faydalı qazıntı eynidir, eynilikmi təşkil edir? Yəni, bu gördüyümüz bu düzbucaqlı şəklində qara kvadrat misdirmi, yoxsa mis deyilmi? Deməli, amillərə diqqət yetirmək lazımdır. Və həmimizin bildiyi kimi bu işarə misi ifadə edir, misi. Misi. Gördüyünüz bu üçbucaq isə, gördüyünüz bu üçbucaq isə nefti bizə ifadə etmiş olur. Digəri civəni işarə etmiş olur. Üçüncü, deməli bizim üçün təbii qazdır. İçi boş olan üçbucağımız təbii qazdır. Dördüncü dəmir filizidir. Dəmir filizidir. Beşinci isə qızılı ifadə edir. Deməli, hər biri doğru ifadə olunub. Deməli, yanlışlıq bu hissədə olacaq ki, biz o yanlışlıqları tapmalıyıq. Aha. Deməli, birinci gəlir mis, Gədəbəy, Qaradağ yatağı.
Yəni Qaradağ. Gəlin sizin üçün bir qarşısında çalışaq yataqların adını yazaq. Bax bu yatağımızın adı Qaradağ yatağıdır. Qaradağ. Qaradağ yatağı. Deməli Qaradağ yatağıdır. Aha, ikinci Kürdəmirdə neft. Bəzən bunu Mezozoy yaşlı neft yataqlarını dəqiq şəkildə yadda saxlamış olsaz, bilərsiniz ki, Kürdəmirdə Molla Kənd yatağı var. Molla Kənd yatağı var. Aha, bu da belə. Molla Kənd yatağı da Kürdəmirdə deməli təsvir edilmişdir. Belə yerləşir. Bunlar Mezozoy yaşlı. Digəri hansıdır? Muradxanlıdır. O da Səlyan ərazisində yerləşir. Kəlbəcərdə civə ilə Kəlbəcərdə deməli Şorbulaqdır. Sonra civə yataqları Ağbulaqdır. Məsələn, Ağbulağın adını yazaq. Ağbulaq. Kəlbəcərdə Ağbulağın adını yazaq ki, bu da Kəlbəcərdə bizim civə yatağımızdır. Sonra Lerikdə qaz yatağı varmı? Deyir ki, xeyr, yoxdur. Təbii qaz yatağı yoxdur. Daşkəsəndə dəmir yatağı var. Bəli. Elə birinin adını yazaq. Hamançay yazaq. Hamançay. Hamançay yatağı yerləşir. Daha sonra deməli Hamançay yatağı yerləşir. Sonra Ucarda qızıl yatağı varmı? Xeyr, qızıl yatağı Ucarda yoxdur. Deməli buralardan, deməli adları çəkilən yataqlardan gördük ki, 4 dənə bizim üçün uyğun variant var, amma variantlarda 3-3 verilib. İndi bunlardan 3-3 uyğun gələnlərini, deməli seçməliyik ki, hansılar 3 variant hansında bizim üçün uyğunluq təşkil edir. Deməli 3 varianta baxdıqda görürük ki, biz bu testlərə baxdıqda, deməli 1, 2, 3 və 5-dən uyğun variantlar olardı ki, deməli hansı variantda 1, 2, 3, 5 tandemi uyğun gəlirsə onu götürməliyik. İndi baxaq. Deməli 1, 2, 3, deməli 1, 2, 3, bir də 5. Deməli 1, 3, 5. Baxın, D variantında bu uyğun gəlir. Yəni 4 dənə verilib, 4-dən 3-ü hansı variantda uyğunluq təşkil edirsə onu götürməliyik. Məsələn, yanlış olanlar hansıdır? 4 və 6-dır. 4-ə görə bunu çıxdıq. Sonra 6-ya görə bunu çıxdıq. 6-ya görə bunu çıxdıq. 4-ə görə bunu çıxdıq. Və beləliklə D variantı 11-ci sualımızın doğru cavabı olmuş oldu. 12-ci sual. Tektonik zonlara uyğun gələn relyef vahidlərini müəyyən edin. İndi baxaq. Ön Qafqaz çökməsi, Kiçik Qafqaz qalxması. Deməli, Ön Qafqaz çökməsində nə yerləşir? Ön Qafqaz çökməsində yerləşir. Deməli, Şollar düzü. Ön Qafqaz çökməsində nə yerləşir? Şollar düzü. Aha. Sonra nə yerləşir Ön Qafqaz çökməsində? Deməli, Ön Qafqaz çökməsində yerləşir Şollar düzü. Daha sonra deməli buna uyğun şəkildə yazmalıyıq ki, biz nəyi? Şollar düzünü yazdıq. Daha sonra baxırıq. Murovdağ silsiləsi yerləşirmi? Xeyr. Samur Dəvəçovalı yerləşirmi? Bəli. Daha sonra nəyin adını yaza bilərik? Sonra Böyük Qafqaz qalxma Şahdağ yerləşirmi? Bəli. 1, 3, 4 buna aiddir. Öz növbəsində də 2, deməli 2, 5, 6 da digərinə aid olmuş olacaq. Bu hansı variantda uyğun gəlir? Deməli, üzr istəyirəm. Ön Qafqaz çökməsinə Şollar düz aiddir. Daha sonra Samır dəvəsi 3, bir də Şahdağ silsiləsi aiddir. Aha, üzr istəyirəm. Şahdağ silsiləsi Kiçik Qafqaza aiddir. Kiçik Qafqaza aiddir Şahdağ silsiləsi. Şahdağın özü Böyük Qafqazdadır. Şahdağ silsiləsi Kiçik Qafqazdadır. Bu belə şeylərdə çalışaq ki, diqqətli olaq. Deməli 1, 3 Ön Qafqaza aiddir. 2, 5, 6 və yaxud da 2, 4, 5 yenə bayaq kimi kombinasiya uyğun kombinasiyada qurmalıyıq. 2, 4, 5 isə nəyə aiddir? Aiddir deməli digər Kiçik Qafqaz variantına. Ona görə sualımızın doğru cavabı olur nə? 12-də A variantı sualımızın doğru cavabıdır. Keçirik növbəti sualımıza. Deməli, növbəti sualımıza baxaq. Görək növbəti sualımızda nələr əks olunub. Deməli, 12-ci sualı belə üzr istəyirəm. 12-ci suala baxdıq. Keçək 13-cü suala. Deməli, 13-cü sualda bizə bildirilir ki, doğru bəndi müəyyən edin. Meyilliyi az, deməli, meyilliyi doğru bəndi müəyyən edin deyir. Deyilir ki, deməli, meyilliyi az, qalın çökmə süxurla örtülmüş sahədir. Deməli, materiklə okean yer qabığı arasında sərhəddədir. Səthi hamar olub, okean dibinin əsas hissəsini tutur. Aha.
Bilirsiniz ki, burada okean dibi relyef formaları verilir. Burada da ki, okean dibi relyef formaları hansılardır? Materik dayazlığıdır, materik yamacı, materik ətəyi, abissal düzənliklər, okean dibi iri dağ sistemləri, bir də rift dərələr olmaqla, deməli, okean dibi relyefi müəyyən edilmişdir də. Yəni, coğrafi baxımdan bu şəkildə bölgü aparmışıq, müəyyən etmişik. Burada meyilli, az qalın çökmə süxurlu örtülü sahədir. Materik okean yer qabığı arasında yerləşir. Meyilli, az qalın çökmə süxurla örtülmüş sahə bilirsiniz ki, materik dayazlığıdır da, bu şelf zonasıdır. Daha çox Şimal Buzlu Okeanı sahillərində, Şimal Buzlu Okeanı ətrafında yerləşən dənizlərdə bu şelf zonası daha böyükdür, neft və qazla zəngindir. Aha, bu belə. Deməli, bu birinci tapdıq ki, materik dayazlığıdır. Ona görə də okean yatağına çıxdıq. Daha sonra materik yamacını da çıxdıq. Qaldı bizdə A, C və E variantları. İkincini oxuyuruq. Səthi hamar olub okean dibinin əsas hissəsini, yox, materiklə okean yer qabığı arasında yerləşir. Materiklə okean yer qabığı arasında materik ətəyi yerləşir. Baxın, görürsünüz materik ətəyi. Burada nə verilir? Materik yamacı. Deməli, bu variantımız da yanlışdır. Burada nə? Orta okean silsiləsi, bu da yanlışdır. Deməli, doğru cavabımız A variantı olacaq. Üçüncünü də yoxlasaq, səthi hamar olub okean dibinin əsas hissəsini tutur. Bu da bir mənalı olaraq abissal düzənliklərin adını çəkməliyik. Deməli, növbəti testimizə baxaq. Deməli, növbəti 14-cü testimizdə, növbəti 14-cü testimizdə bizə bildirilir ki, Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Qafqaz dağları, Balkan yarımadası. Aha. Bunların birdə Qafqaz dağlarına aid olan, ikidə Balkan yarımadası, üçdə isə hər ikisinə aid olan seçməliyik. Aha, indi gəlin birlikdə bunları seçək. Görək, bunların uyğunluqları necədir? Deməli, birinci seysmik ərazidədirlər. Bu hər ikisinə aiddir. Yəni seysmik ərazidə olması hər ikisinə aiddir. Deməli 3-ə 1 götürməliyik. 3-ə 1 hansı variantda? Görürsünüz ki, burada asanlıqla 1. Yaxşı, gələk görək 5-də düzdürmü? Tetis okeanın qalığı hesab olunan su hövzələrinin ətrafında. Bəli, biri Xəzərin, digəri isə Aralıq dənizinin ətrafında yerləşdiyi üçün 5 və 1 hər ikisi üstlə yazılan oxşarlığa uyğun gəlir. Aha, bu oxşarlığa uyğun gəlir. Sualımızın doğru cavabı elə B variantı olur. Məsələn, digər Xəzərə aid olanlara baxanda birinciyə ki, ən hündür zirvəsi sönmüş vulkandır. Məsələn, Qafqaz dağlarına aid bu Qafqaz dağlarına aid olaraq götürülmüşdür. Sonra ikinciyə 3 və 4. Əhəng daşlı süxurlar ilə örtülüdür. Ərazisində Kars platosu vardır. Bu da bizim ikinci, deməli, üzr istəyirəm. 14-cü sualımızın doğru cavabı beləliklə B variantı olmuş oldu. Keçirik 15-ci suala. Deməli, 15-ci sual Kimmerli, Alp, Hersin dağ əmələ gəlmə mərhələsində yaranmış dağların müvafiq olaraq müəyyən edin. Deməli, burada da bizdən tələb olunur ki, bunlara uyğun olaraq, deməli, cavabların tapılması bizdən tələb olunur. Deməli, baxaq görək sualda indi bizdə hansı variantlar verilir. Kimmerli. Bilirsiniz ki, Kimmerli Mezozoy dağ əmələ gəlməsidir. Digər adı Kimmerlidir. Alp, deməli, Alp dağ əmələ gəlməsidir. Kaynazoya aiddir. Bir də burada Hersin dağ əmələ gəlməsinin adı verilmişdir ki, bunlara uyğun cavabların tapmalıyıq biz. Deməli, baxaq. Deməli, Kimmerli dağ əmələ gəlməsində hansı dağların adı verilib? Ural dağının adı verilib, yanlışdır. Himalayın adı verilib, yanlışdır. Altayın adı verilib, yanlışdır. Bunlar hansı dövrdə yaranmışdır? Bildik ki, burada Himalay və Altay, deməli, Himalay və Altay hər ikisi deməli, digər Alp dağ əmələ gəlməsində yaranmışdır, yarandığını söyləyə bilərik. Uralın isə Hersin dağ əmələ gəlməsində yarandığını söyləyə bilərik. Sonra burada gəlir məsələn Çerski, bir də Kunlun. Hər iki variant Kimmerliyə uyğun gəlir. Sonra Böyük Xinqan, bir də Karpat dağlarının adını çəkir. Üçüncüsü isə Kunlun burada yanlışlıq təşkil edir. Çünki Kunlun Kimmerliyə aid olduğu üçün burada Apalat dağları olan variantımız, D variantımız doğru variantdır. Keçirik növbəti suala, 16-cı suala. Uyğunluğu müəyyən edin. Amazon ovalığı, Braziliya yaylası. Səthi hamar düzənlikdir. Yəni
Burada sonra filiz mənşəli faydalı qazıntılarla zəngindir, geniş say dərələrinə malikdir, ərazisində kəlləqət kimi denudasyon relyef formalarına rast gəlinir, səthi alüvyal çöküntülərlə örtülüdür. İndi burada açıq, aşkar görünən fərqləri birinci diqqətə çatdırmalıyıq, yazmalıyıq ki, sualı asan tapa bilək. Məsələn, burada bilirik ki, Braziliya ərazisində kəlləqət relyef forması geniş şəkildə yayılmışdır. Kəlləqənd relyef forması. İsa Məsihin də heykəli bu kəlləqənd heykəlləri, kəlləqənd relyef formaları üzərində deməli əks olunmuşdur. Sonra gəlir nə gəlir? Filiz məişəli faydalı qazıntılara zəngindir. Bilirsiniz ki, bir qayda olaraq ovalıqlarda filiz faydalı qazıntılar olmur. Filiz faydalı qazıntılar olur harda? Yaylılarda. Deməli 2-yə D və B-ni artıq mən tapmış oldum asanlıqla. Bu faktları bildiyim üçün. Deməli 2-yə D və B. Deməli 2-yə D və B neçə variantda uyğun gəlir? Deməli ona görə B variantını çıxırıq, C-ni çıxırıq, D-ni də çıxırıq. İkinciyə B və D deməli 2 variantda uyğun gəlir. İndi görək A uyğundur yoxsa yox. Deməli deyir ki, səthi hamar düzənlikdir. Aha. Səthi hamar düzənlikdir. Geniş say dərələrinə malikdir. Geniş say dərələrinə nə malikdir? Amazon malikdir də, düzdürmü? C variantı. Amazon geniş say dərələrinə malikdir. Sonra səthi alüvyal çöküntülərlə örtülüdür. Bu da E variantına məxsusdur. C və E. Bir də ki, burada səthi hamar düzənlikdir. Səthi hamar düzənlik olması isə deməli E variantı 16-cı sualımızın doğru cavabıdır. Keçirik 17-ci suala. Keçirik 17-ci suala. Deməli 17-ci sualın deməli qısa videosunu, yəni short videosunu hazırlayaraq kanalımızda yerləşdirmişəm. Bu sualımızı oradan izləyə bilərsiniz. Keçək vaxt itirməyək 18-ci suala. Hərəkət istiqaməti yanlış göstərilmiş litosfer tavaları. Aha, bizdən soruşur ki, hərəkət istiqaməti yanlış göstərilmiş litosfer tavalarını müəyyən edin. Deməli, burada litosfer tavaları, yəni bildiyiniz kimi litosfer tavaları hərəkətdədir və bu hərəkətlər müxtəlif istiqamətlərdə davam edir. Yəni burada məsələn ilk olaraq xəritəyə göz gəzdirdikdə burada 5 rəqəmi ilə işarələnən litosfer tavalarının hərəkətinin doğru olduğunu, eləcə də burada deməli 5-in doğru olduğunu müəyyən etdikdən sonra burada müəyyən edirik ki, 6 rəqəmi ilə də işarə üzr istəyirəm. 5 rəqəmi ilə hərəkət edən litosfer tavalarının hərəkət istiqamətinin doğru olduğunu görürük. Sonra burada Afrika litosfer tavasının hərəkət istiqamətinin yanlış olduğunu müəyyən etmiş oluruq ilk baxdıqda. Deməli, burada 4 rəqəmi ilə yazılanları çıxdıqdan sonra, yəni 1 ilə 5 rəqəmi ilə, yəni burada Hind-Avstraliya litosfer tavasının hərəkət istiqamətinin doğruluğu ilə, deməli 2, 3 və 5 rəqəmli verilən, yəni 2, 3 və 5 rəqəmi ilə verilən, yəni bu 2, sonra 3, bir də 5 rəqəmi ilə verilən litosfer tavalarının hərəkət istiqamətinin doğru olduğunu müşahidə etmiş oluruq. Ona görə də sualımızın doğru cavabı üzr istəyirəm. Burada bizdən yanlış olanları soruşur, yanlış olanları. Biz doğru olanları çıxmalıyıq. Burada bir balaca yanlışa yol verdik. Sualımızda ümumi şəkildə yanlışa yol verdik. Burada doğru olanları çıxıb, yanlışları ona uyğunlaşdırmalıyıq. Deməli, burada deməli doğru olanları çıxmalıyıq ki, yanlışları tapaq. Deməli doğru olan hansıdır? 5-dir. 5-i çıxırıq. 5 ilə hərəkət edənləri çıxırıq. Sonra doğru olan hansıdır? Burada dedik axı doğru olanlar, məsələn, doğru olan litosfer tavalarının hərəkəti, burada məsələn 1 rəqəmi ilə göstərilən litosfer tavasının hərəkəti doğrudur. Deməli yanlış olanlar hansı oldu? Birbaşa tapmış olduq ki, 2, 3, bir də 4 yanlış hərəkət istiqamətidir. Çünki buralar divergent zonadır, bildiyiniz kimi divergentdir. Divergent olduğu üçün əks istiqamətdə göstərilməli idi. Aha, 2, 3, 4. Keçək növbəti sualımıza. 19-cu sual. Kordilya dağlarının mərkəzi hissəsinə aid olan relyef vahidlərini müəyyən edin. Deməli, bunun üçün də biz yenə də təsvirə müraciət etməliyik. Təsvirə müraciət etməliyik biz. Yəni, bu təsvirdə görürsünüz ki, gördüyünüz bax bu hissələr, yəni bu rəhlə göstərilmiş hissə bizim deməli Kordilyerin bizdən üzr istəyirəm. Suala bir də təkrar qayıdaq. Görək bizdən sualda hansı hissəsini soruşurdu. Deməli
Bizdən sualda soruşur ki, koordinətin mərkəzi hissəsinə aid olan relyef formalarını müəyyən edin. Aha. Deməli gördüyünüz bu hissələr şərqi koordinirdir. Bu hissələr qərbi koordinir, bu isə mərkəzi koordinirdir. Şərqi koordinirə aiddir. Deməli, buraya aiddir Qayalı dağlar, birinlə göstərilən hissəyə. Buraya aiddir Kaskad dağlar, bir də Sierra Madre, Sierra Madre. Daha sonra bu mərkəzi hissəyə aiddir Böyük Hövzə. Gördüyünüz bu hissəyə Böyük Hövzə, Colorado platosu, bir də bu 4 Meksika yaylası göstərilmiş oldu. Deməli, mərkəzi hissəyə aid oldu. 3 Böyük Hövzə, Colorado platosu, bir də Meksika yaylası mərkəzi hissəyə aid olmuş oldu. Bunu gördükdən sonra artıq bizim üçün bu testi həll etmək olduqca asan da olmuş olur ki, indi gəlin bunun həllinə birlikdə baxaq. Deməli, dedik mərkəzi hissəyə hansı hissələrə aiddir? Deməli, burada dedik ki, Qayalı dağların adını çəkdikmi? Xeyr. Meksika yaylasının adını çəkdik, bəli. Sierra Madre dedik, hara aiddir? Qərbi koordinəyə aiddir. Kaskad, qərbi koordinəyə aiddir. Kaskad, yenə burada qərbi koordinəyə aiddir. Sualımızın doğru cavabı Böyük Hövzə yaylası, Colorado platosu, bir də Meksika yaylası B variantı sualımızın doğru cavabıdır. Keçək 20-ci suala. Əlamətlərin aid olduğu relyef vahidini müəyyən edin. Boliviya və Çili sərhədində yerləşən yayladır. Ant dağlarında yerləşir. Quraqlığa davamlı bitkilərlə örtülmüşdür. Bu bir mənalı şəkildə yadda saxlamalıyıq ki, bu yaylanın deməli adı çəkilən bu yaylanın adı Altiplanodur. Cənubi Amerikada Çili və Boliviya sərhədində yerləşən olduqca məşhur yayladır. Bunu da yadda saxlamaqda fayda var. Sualımızın cavabı Y variantı altiplano. Sxemə əsasən uyğun gələn relyef vahidlərini müəyyən edin. Baxın, sinklinal bir də antiklinal. Sinklinal bir də antiklinalın burada təsviri verilmişdir. Bax, görürsünüz burada deməli Horst və Graben'dən bunların fərqli xüsusiyyəti ondan ibarətdir ki, gördüyünüz bu hissələrdə, dəqiq rəngi dəyişim mən. Deməli, gördüyünüz bu hissələrdə, bax bu hissələrdə, görürsünüz ki, burada qırılma yoxdur. Yəni, necə yəni qırılma yoxdur? Bax, gördüyünüz bu hissə var ki, bu hissə. Burada qırılma yoxdur. Amma Horst və Graben'də bunlar qırılır. Və qırılmamalarının səbəbi bunların gənc, yəni cavan platform, yəni cavan deməli süxurlardan təşkil olunmalarıdır. Ona görə də burada qırılma baş vermir. Amma Horst və Grabenlər nisbətən yaşlı dağlarda olduğu üçün burada qırılma müşahidə olunur. Yəni bu hissələrdə, gördüyünüz bu hissələrdə bu şəkildə bir qırılmanın olduğunu müşahidə edə bilirik. Amma siqnal və antisiqnal olan yerlərdə isə qırılma olmur. Bizə nə oldu? Deməli, bizə bu deməli geoloji yaşı cavan olan süxurları bura aid etmiş olduq. İndi gələk baxaq görək burada nədir? Əjdaha dağlarıdır, yaşlı dağlardır. Darfur platosudur, yaşlı süxurlar, yəni yaşlı relyef formasına aid edirik. Hamersi dağlarıdır, yaşlı dağlardır. Şərqi Afrika yaylasıdır, o cümlədən aid etmiş oluruq və buraya aid olacaq nə? Atlas dağları, Alp Himalayın deməli davamı olan Atlas dağları, Mərakeş ərazisində yerləşən, Afrikada yerləşən Atlas dağları sualımızın doğru cavabı hesab edilir. Keçək 20-ci suala. Sxemi tamamlayın. Filiz faydalı qazıntıları Afrika və Cənubi Amerikanın adı verilmişdir. Deməli, burada uşaqlar diqqətli oluruq ki, sualımızın doğru cavabını tapmış olaq. Məsələn, Afrikada mis varmı? Var. Deyir ki, bəli, Afrikada mis var. Mis harda yayılıb? Kongo Demokratik Respublikası arasında, Kongo ərazisində, yəni mərkəzi Afrikada mis ehtiyatları ilə zəngindir. Daha sonra Cənubi Amerikada dəmir filizi varmı? Var. Hansı ərazidə yayılıb? Braziliya yaylasında deyirik ki, yayılmışdır. Digər cavablarımızda isə, məsələn, alüminium Misir, daha sonra qızıl Mərakeş, sonra daha sonra burada dəmir Zambiya, Civa Argentina, qalay, məsələn, Efiopiya cavablarında uyğunsuzluqlar olduğu üçün bu cavablarımız sualımızın doğru cavabı hesab edilmir. Keçirik 23-cü suala. Xəritə sistemində şişirtlənmiş ərazilərə aid xüsusiyyətləri müəyyən edin. Burada da şişirtlənmiş əraziləri gəlin biz bir qədər fərqli rənglə göstərək ki, siz də görmüş olun. Bir şişirtlənmiş ərazilərimiz bu ərazilərdir. Yəni, bax buraya La Plato ovalığı olan ərazidir. Bir də burada Mississippi ovalığının olduğu ərazidir ki, bax bu ərazilər ştrixlənmiş ərazilərimizdir. Deməli,
Bu ərazilərin deyir ki, nəyi soruşur bizdən? Aid olan xüsusiyyətləri müəyyən edin. Yəni bu ərazilərə aid olan xüsusiyyətləri müəyyən etməliyik. Aha, denudasyon mənşəlidir. Ovalıqlar denudasyon mənşəli olurmu? Xeyr. Alüvyal çöküntülərlə örtülmüşlər. Bu doğrudur. Sonra süxurların toplanması nəticəsində yaranırlar. Bəli, alüvyal ilə süxurların toplanması deməkdir. Sonra 4. Yerləşdikləri qitələrin ən böyük düzənlikləridirmi? Xeyr. Seysmik cəhətdən sabit ərazilərdə yerləşirlər? Bəli. Ona görə də bu sualımızın doğru cavabı 2, 3 və 5. Sualımızın doğru cavabı 2, 3, 5. 23-cü sualı. Sonra keçirik 24-cü suala. Dağ silsilələri mütləq hündürlüklərin artmasına görə ardıcıllığı müəyyən edin deyə bizə deməli burada sual vermiş olur. Deməli Murovdağın az öncə də bildirdik ki, deməli bizə hansı dağları bildirdi burada? İndi gəlin bir-bir bunları qeyd etməyə çalışaq. Deməli, bizə burada verilir nə? Murovdağ. Murovdağın ən hündür zirvəsi hansı idi? Camışdağ. Deməli, Murovdağın ən hündür zirvəsi Murovdağın. Deməli, Camışdağ hesab olunur ki, kiçildib yaza biləcəyimi görək. Camışdağ. Murovdağın ən hündür zirvəsi deməli, Camışdağ hesab olunur. Bir qədər uyğunsuz alındı burada. İndi gəlin bir-bir elə belə bu şəkildə deyək. Murovdağın ən hündür zirvəsi Camışdağdır. Daha sonra deməli burada gözün yanında bir dənə mən lövhə açım. Burada sizə göstərim bunları bir-bir. Aha, burada açaq lövhəmizi göstərək. Deməli, bir rəqəmi ilə göstərək. Bir Murovdağdır. Murovdağın ən hündür zirvəsi Camışdağdır. 3724 metr. 3724 metr. Aha. Keçirik ikinciyə. Deməli, Ləngəbizdir. Ləngəbizin ən hündür zirvəsi Səndələndir. Səndələn. Bu Səndələn də yerləşir Səndələn kimi tələffüz olunur. 929 metrdir. Ağsu rayonu ərazisində yerləşir. 929 metrdir. Bu da ikincinin ən hündür zirvəsi. Keçirik üçüncüyə. Üçüncünün ən hündür zirvəsi Qarabağ silsiləsidir. Qarabağ silsiləsinin ən hündür zirvəsi 2725 metrə malik olan 2725 metrə malik olan Böyük Kirsdir. Böyük Kirs. Üçüncü ən yüksək zirvə isə, deməli dördüncü deməli zirvəmiz isə Şax dağıdır. Şax dağının hündürlüyü 4243 metrdir. 4243 metrdir. Deməli 4243 metrdir. Deməli indi bunların ardıcıllığını qurası olsaq necə vururuq? Deməli deyir ki, mütləq hündürlüklərin artmasına görə deyir. Bizdən yəni bunun artmasına görə ardıcıllığını soruşur. Üzr istəyirəm, təsvirimiz getdi bizim. Deməli artmasına görə ardıcıllığı soruşur. Yəni elə çalışaq elə buraya da. Artmasına görə ardıcıllığını soruşur da. Deməli ən az hündürlüyə malik olan hansı oldu? Ləngəbiz oldu da Səndələn 929 metr. 2 ilə başlayacaq. Aha. Sonra ardınca nəyə göstərməliyik? Deməli 2-nin ardınca bizə gəlir, deməli Ləngəbizdən sonra gəldi Qarabağ silsiləsi 2725 metr. 3. Daha sonra nə gələcək ardınca? Deməli ardınca daha sonra gələcək, deməli Murovdağ 1. Deməli Murovdağda nə olur? Camışdağ 3724 metr ən hündür zirvəsi. Daha sonra bir də gələcək bizə nə? Bir də bizdə gələcək Şaxdağ 4243 metr yan silsilə. Deməli, yan silsilədə yerləşən Şaxdağ, Quçar rayonu ərazisində bizim ən yüksək zirvəmiz olacaq. Deməli, 2, 3, 1, 4 sualımızın doğru cavabıdır. Keçək növbəti suala, 25-ci sual. Şimali Avropanın relyefinə aid olan xüsusiyyətləri müəyyən edin. Aha, gəlin birlikdə müəyyən edin. Ən hündür zirvəsi Qalxenbicer dağıdır, doğrudur. Skandinaviya dağların ən hündür zirvəsi Qalxenbicer dağıdır. Daha sonra
2469 metrdir. Sonra Cavan dağları üstünlük təşkil edir. Deməli, Cavan dağlar üstünlük təşkil edir. Bu yanlışdır. Çünki Skandinaviya dağları yaşlı dağlardır. Fiord tipli sahillərə rast gəlinir. Bəli, rast gəlinir. Doğrudur. Valda yüksəkliyi bu ərazidə yerləşir. Xeyr, yanlışdır. Əvvəllər dəniz dayazlığı olmuş polderlər mövcuddur. Bu da mərkəzi hissəyə aiddir. Yəni polderlər əvvəllər dəniz dayazlığı olmuş polderlər mərkəzi hissəyə, yəni Hollandiya ərazisinə aiddir. Deməli, sualımızın doğru cavabı 1 və 3. Keçək növbəti suala. Seysmik zonalarda yerləşən yaylaları müəyyən edin. Seysmik zonada yerləşən yaylalarımız Anadolu yaylasıdır. Bir. Qərbi Avstraliya qədim platformadır. Ona görə seysmik zonada yerləşmir. Tibestidir. Bax, Tibestini ən çox Tibet yaylası ilə səhv salırlar. Ona görə seysmik götürürlər. Tibet yaylası deyil. Bu Tibesti. Darfur, Əhəqqər, Tibesti var ha bu hissədə. Darfur, Əhəqqər, Tibesti olan hissələr var ha. Bax, bu həmən o Tibestidir. Ona görə bu aktiv ərazi deyil. Yəni seysmik ərazi yerləşir. Meksika yarası bəli, seysmik ərazi yerləşir. Orta Sibir xeyr, Kolorado bəli. Deməli sualımızın doğru cavabı nə olur? 1, 4, 6. 26-cı sualın doğru cavabı 1, 4, 6. Uyğunluğu müəyyən edin. Vulkanlar Pinatubo, Kuliskopka, Etna. Deməli gəlin baxaq. Burada Pinatubo vulkanının adı verilir. Bilirsiniz ki, Pinatubo Filippinin şimalında olan Luzon adasında yerləşir. Yəni A-da yerləşir. Birə nə olacaq onda? Birə A. Birə A. Sonra 2 Kuliski Sopka. Yerləşir harda? Kamçatka yarımadasında. Kamçatka yarımadası harda yerləşir? Rusiyanın şərqində və bu da aid olacaq E variantına. E. Sonra keçirik növbətiyə. Etna. Etna yerləşir Siciliya adasında. Vezuvi yerləşir Apennin yarımadasında. Bunu diqqətli yadınızda saxlayın. Etna harda yerləşir? Siciliyada. Burada B yazılır. Sondakı A-larla yadda saxlayın. Bu da B. 1A, 2E, 3B. 27-ci sualımızın doğru cavabıdır. Aha, deməli sizə təqdim olunmuş situasiyaya diqqətlə oxuyun və burada verilmiş məlumatları istifadə edərək 28 və 30-cu tapşırıqları yerinə yetirin. Azərbaycan ərazisində ən qədim süxurlar eyni tektonik zonaya aid olan müxtəlif ərazilərdə aşkar edilmişdir. Onların yaşı 450 milyon ildən çoxdur. Bu Paleozoy erasına aid olan süxurlardır. Yəni Paleozoy erasına aid olan süxurları deməli bura aid edirik. Aha, bizdə nə soruşur? Mətndə verilmiş süxurların aid olduğu geoloji eranı və tektonik zonanı müəyyən edin. Deməli, geoloji eranı və tektonik zonanı müəyyən edin deyir. Gəlin elə bura biz mətn şəklində bunu qeyd etməyə çalışaq. Aha. Deməli, deyir ki, bir geoloji eranı. Geoloji era dedim ki, Paleozoy erasıdır. Paleozoy. Paleozoy. Bu rəngini dəyişək. Paleozoy. Paleozoy erasıdır. İkinci bizdən nə soruşur? İkincidə deyir ki, Paleozoy erası tektonik zonasını müəyyən edin. Kiçik Qafqaz qalxması. Qafqaz qalxma. Kiçik Qafqaz qalxması. Deməli, aid olduğu geoloji era oldu Paleozoy. Tektonik sonrası isə Kiçik Qafqaz qalxması müəyyən etmiş olduq. Mətndə verilmiş süxurlara aid ərazilərin yayılmış ən az 3 ərazini müəyyən et. Gəlin ən az 3 ərazini burada yazaq. Bu bir də təsviri düz götürməyib bunlar, amma çalışacağım ki, buradan yazam. Deməli, yayılmış Paleozoy süxurları Azərbaycanda yayılır. Deməli, Əsrik çayda. Deməli, esrik çay, əsrik çay, sonra yayılıb, deməli, əsrik çayda, Zeyəm çayda, Zeyəm çay, sonra harada yayılıb? Bir də yayılıb, Dərə Ləyəz qalxmasında. Dərə Ləyəz qalxmasında. Dərələyəz qalxmasında. Demək, Əsrik çay, Zəyəm çayı, bir də Dərələyəz zirvəsində, yəni Dərələyəz qalxmasında yayılmışdır. Növbəti 30-cu sual, sonuncu sualımız. Xəritə sxemi əsasən, deməli, burada testimizə yenidən baxdıqda biz görmüş oluruq ki, deməli, bu əraziləri, deməli, indi gəlin sizlə birlikdə işarələyək. Bu ərazilər, deməli, Tovuz rayon ərazisi, yəni bu hissələr
Bir də Sədərək, üzr istəyirəm, Dərələyəz yox, Sədərək qalxmasındadır, Sədərək ərazisində. Yəni bu ərazilər aid etmiş oluruq. Mövzumuzla bağlı bu qədər. Ümidvaram ki, mövzumuzu dərin və ətraflı şəkildə, yəni ümumiyyətcə mövzumuz deyərkən, yəni bu sınaq nömrə 3-ü ətraflı şəkildə izah etməyi bacardım. Sizin üçün heç bir qaranlıq sual qalmadı. Kanalımıza abunə olmağı, o cümlədən mövzu ilə bağlı öz fikirlərinizi, yəni testlərimizlə bağlı, yəni bu sınaqla bağlı öz fikirlərinizi rəy bölün, təsvirə qayıdaq testimizə.